Boranı. Bəzən boranını bəyənmirik. Amma indi son illər bəyənirik, qutab edirik. Nə bilim, onun plovunu edirik. Belə sobada qoyuruq. Yanına biraz şəkər. Şəkər də qoymasaq, pişəndən sonra üstünə bal falan əlavə edib çayla belə içirik də, yeyirik. Mən bunu bir restoranda da şahidi oldum. Türklər o restoranı işlədirdilər. Sonda boranı, balqabaq gətirdilər. Üstünə qoz da əlavə etmişlər. Çox maraqlı idi. Demək, mütəxəssislərin sözlərinə görə boranı həm dadına, həm də tərkibinə görə ən faydalı tərəvəzlərdən birisidir. Mətbəximizdə gərək bunu daima saxlayaq. Onun tərkibində olan dəmir, A, C və K vitaminləri orqanizmi bir çox xəstəliklərdən qoruyur. Məsələn, daima qaraciyərdə problem varsa deyirlər balqabaq suyu üçün. Amma çox yox, 10 gün, 15 gün. Boranı qan azlığına qarşı təsirli vasitə sayılır. Çünki qanın tərkibini gücləndirir və immun sistemini möhkəmləndirir. Həmçinin orqanizmdəki zərərli toksinlərin atılmasına çölə kömək edir. Qaraciyər və böbrəklərin fəaliyyətini yaxşılaşdırır. Bu tərəvəz ürək-damar sağlamlığı üçün də faydalıdır. Xolesterinin səviyyəsini aşağı salır, təzyiqi tənzimləyir və damarı möhkəmləndirir. Liflə zəngin olduğuna görə boranı həm də həzm sisteminin tənzimləyir də, qəbizliyin də qarşısını alır. Demək olar ki, bu boranı min dərdin dərmanıdır, bilmirik. Belə sonda çəkmə getmək ilə boranından istifadə edək. Bəli. Mütəxəssislər deyir ki, boranı həftədə bir neçə dəfə yeməkdə istifadə etməyi tövsiyə edirik. Mütəxəssislər deyir, həm pişmiş, həm də qızardılmış formada qəbul edilə bilər. Sağlam qalmaq üçün mütləq boranıdan istifadə etmək lazımdır. Vallahi boranı mən dəhşətə gəldim. Min dərdin dərmanıymış.